Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə Mehmet Nəşriyyatının ədəbiyyat test toplusundan Molla Pənah Vaqif mövzusunda olan testləri bir yerdə işləyəcəyik. İzaha keçməzdən əvvəl videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Dərslərimiz haqqında məlumat almaq üçün isə gördüyünüz nömrə ilə 055 889 44 59 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Həmçinin qeyd edeyim ki, növbəti tədris ili üçün buraxılış imtahanına hazırlıq üzrə qruplarımıza artıq qeydiyyat başlayıbdır. Qruplarımıza qoşulmaq üçün gördüyünüz nömrə ilə əlaqə saxlayıb qeydiyyatdan keçə bilərsiniz. Birinci sualda Vaqif haqqında hansı fikir yanlışdır? Qazax mahalının Qraf Salahlı kəndinin anadan olmuşdur. Bəli. Əsl adı Pənahdır. Bəli. Dövrün elmli, bilikli adamlarından olduğundan adının əvvəlinə molla titulu artırılmışdır. Bəli, bu da doğrudur. O mükəmməl mədrəsə təhsili almış, dini və dünyəvi elmləri, ərəb fars dillərini dərindən öyrənmişdir. Bəli, doğrudur. Məhəmməd Şah Qacar tərəfindən öldürtdürülür. Bu bədii əsərdədir, Səməd Vurğunun əsərindədir. Ona görə cavab E variantıdır. İkinci sualda hansı misrada qadınların şairin yaşadığı dövrdə istifadə etdiyi bəzək vasitələrinin adları çəkilir? Pəri qoşmasında bu ənlik, kirşan sözləri olandı. E variantı ənlik və kirşan üz boyası idi. Adını dəqiq bilmirəm. Yəni qadınların istifadə etdiyi boyalardandır. Üçüncü sualda deyir ki, sual içərisində yerinə yazıla bilməyəcək fikri müəyyən eləyin. Bədii məzmun pəri qoşması ilə bağlı gözəlin gülüşü canlılar təzələyir, pərinin xəyalı şairin fikrindən çıxmır. Baxaq, şair pəridən xahiş edir ki, onu nəzərdən salmasın. Deyir ki, duasına salma məni nəzərdən. Bəli, doğrudur, var bu. Biz uyğun olmayan axtarırıq. B variantı pərinin əvvəldən gözəl olması, bəzəyə ehtiyacı olması xatırladır. Bəli, deyir ki, sən elə gözəlsən, binadan pəri. Gözəl ellər yaraşığı adlandırılır. Ellər yaraşığı ölkə gözəli. Bəli, doğrudur. Pərinin şairdən duaçı olması şairi sevindirir. Səhvdir. Şair duaçı idi, pəri duaçı deyildi. Dördüncü sualda deyir ki, ixtilatın şirin sözün məzəli. Bir bu bəndlə bağlı klasteri tamamla. Bədii forması. Zəngin qafiyə, bəli, məzəli, təzəli var. İkinci misrada epitet var, şəkər gülüş, bəli, var. Deməli, mən nə axtarıram? Doğru fikir. Şair pərini ölkəl gözəli kimi qiymətləndirir, burada deyil. Burada deyil. Bu bəndə aid deyil. Bəddə təkrir var. Xeyr, təkrar olunan söz yoxdur, təkrir yoxdur. Natam qafiyədən istifadə olunub, xeyr, tam qafiyədir. İlk misrada metafor var, bəli, ixtilatın şirindir. Əşya əlamətin. Cavab D variantıdır. Beşinci sualda yanlışlığı istəyir. Mövzu ideya. Azərbaycan qadının gözəlliyi əks etdirilib, bəli. Tərənnüm əsasında yazılıb, nəzmlə yazılıbdır. Bu mövzu ilə bağlı yox, forma ilə bağlıdır. 5. İdeya. Həqiqi gözəlliyin təsviri, bəli, doğrudur. İnsan cəmiyyətdə sevilməsinə üz gözəlliyi bəs edir. Xeyr, bu doğru deyil əsərə görə. Daxili və xarici gözəllik, ümumiyyətlə üz gözəlliyi bəs eləyir, fikir səsləndirilmir, belə deyək. Bu səhvdir. 4-də götürməliyik, 2-4 A variantı. 6-cı sualda deyir ki, pəri qoşmasında mükəmməl təşbehdən istifadə olunubdur. Təşbeh əşya münasibəti nəzərdə tutulur. B variantında boy sürahiyə bənzədilir, bədən büllura bənzədilir, mükəmməl təşbehdir. Cavab B variantı. 7-ci sualda Vaqifin məhəbbət mövzusunu yazdığı əsərlər orta əsr poeziyasından nə ilə fərqlənirdi? Məhəbbətdən nə ilə fərqlənirdi? Aydındır ki, Vaqifin məhəbbət şeirləri real məhəbbəti tərənnüm eləyirdi. Yəni orada aşiq real aşiq, məhəbbət də real məhəbbətdir. Bu da E variantında görünür, real insanlar. Real məhəbbət daha uyğun olar orada. Hayf ki yoxdur şeirinin məzmunu ilə bağlı cədvəldən yanlışlığı müəyyən edin. Şair şeirin sonunda Kür qırağından getmədiklərinə təəssüflənir. Bəli, bir getməyin binası hayf ki yoxdur. B variantı Qıraqbasanın qışlağının cümlə cahanın gözü olduğu vurğulanır. Deyir ki, gözüdür aranın cümlə cahanın. Deyir doğrudan da Qıraqbasanı haqqında doğrudur. Qabağına doğru yazıb. Bu da getdi. C variantı təsviri olan ərazilərdə yaşayan əhalinin geyim keçimində çətinliklər göstərilmişdir. Bəli, doğrudur. Deyir ki, üstündən cunası hayf ki yoxdur. Bu da doğrudur. Getdi. Şair bir də bu yerlərə gəlməməyi məsləhət görür. Yanlışdır. Çünki deyir ki, getməyi binası hayf ki yoxdur deyir, amma bura gəlməmək haqqında bir şey demir. Ona görə cavabımız olmalıdır D variantı. 9-cu sualda hayf ki yoxdur şeirinin qoşma olduğunu bilərək şeirdə bu janrın tələbini pozan misra. Bu birinci misradır. 12 heca olduğu üçün. Cavab E variantı. Çünki qoşma 11 heca olmalıdır. Daha sonra 10-cu sualda hayf ki yoxdur şeiri ilə bağlı cədvəldəki uyğunsuzluğu müəyyən edin, edək. Deməli, 1. Mövzusu gözəlləmədir. Gözəlləmə deməli, gözəlləmə. Mövzu deyil axı gözəlləmə olması. Mövzusunda deyək ki, yazsa ki,
Məsələn, Hayf ki yoxdur şeiri ictimai məzmununda, ictimai məzmununda orada Kür qırağında olan hadisələrdən danışılır. Gözəlləmədir, təbii ki, səhvdir, bu gözəlləmə deyil. İctimai mövzudadır, bəli, ictimai mövzudadır. İdeya Kür qırağının əsrarəngiz gözəlliyini çatdırmaq. Kür qırağının əsrarəngiz gözəlliyini çatdırır. Doğrudur, çatdırır, çatdırır. Əhalinin çox gözəl dolanışığı olduğunu göstərmək təbii ki, səhvdir. Əhalinin dolanışığı pis idi, çatdırmaq məqsəd bu idi. Bu daha uyğundur. Səhv fikir kimi. 1-4 götürürlər yəqin ki, E variantı. Vidadi və Vaqif üçün ortaq cəhət nədir? Yaradıcılığın nikbinliyi ilə seçilir. Xeyr, Vidadi bədbindir. Realizmə meyl yaradıcılığında özünü göstərir. Bəli, Vaqif realistdir, Vidadi də realizmə meyillidir. Doğrudur, ortaq cəhət kimi götürülə bilər. Sonra müsibətnamə bu Vidadinindir. Həm əruz, həm də heca vəznində satirik üslubda yazmışdır. Satirik üslubda yazmayıblar. Qəzəl müxəmməs qoşma gəraylı və bayatlılarında bayatı yazmayıb Vaqif. Bu da getdi. Cavab oldu B variantı. 12-ci sualda verilən beytlə bağlı neçə fikir doğrudur? Üz çevir Ağa Məhəmməd Şah xandan. Ey kəmtərgəda, nə həyatın var ikən, nə şahə, nə xunxarə. Bax, bu da Bax rədifli qəzəlindən nümunədir. Birinci fikirdir ki, bax rədifli qəsidədəndir, səhvdir. Bu şeir qəzəldir, bu səhvdir. Şair insanları Qacarın timsalında hökmdarın taliyindən ibrət almağa çağırır. Bəlidir ki, Ağa Məhəmməd Şaha bax və deyir ki, heç nəyə baxma, bundan sonra həyatını düzgün yaşa. Doğrudur. Deməli, ikini götürürəm. Qacar zalım və qəddar hökmdar kimi satirik tənqid hədəfinə çevrilir. Xeyr, satirik deyil, səhvdir. Aid olduğu şeir ədəbiyyatımızda ictimai liriklərin ən yaxşı nümunələrindəndir. Bir bunun haqqında, bir də ki, görmədiyim müxəmməs haqqında deyilən fikirdir. Bu doğrudur. Şeir şairi lirikasının nikbinliklə zəngin olduğu dövrdə yazılmışdır. Xeyr, səhvdir. Artıq bu dövrdə bədmin idi şair. 2-4, yəni 2 dənə fikir doğrudur. Cavab olmalıdır B variantı. Daha sonra 13-cü sualda klasteri tamamlayın. Görmədiyim müxəmməsi ömrünün sonlarına yaxın yazıbdır. Bəli, doğrudur. Deməli, mənə nə lazımdır? Doğru fikirlər lazımdır. Dördlük formasındadır. Xeyr, beşlik müxəmməsdir. Ağa Məhəmməd Şah Qacara həsr olunub. Xeyr, Qacara həsr olunmuyubdur. Yanlışdır. Ümumiyyətlə, gördüyü naqislikləri tənqid eləyibdir, yəni qınayıbdır bir növ bu əsərdə. Daha sonra C variantı heca vəznindədir. Xeyr, müxəmməs əruzda olur. Az hallarda Aşıq Ələsgərdə var heca. Müəllif zəmanəsində mövcud olan bütün təbəqələrə mənsub insanları bir-bir nəzərdən keçirir. Müəllif zəmanəsində mövcud olan bütün təbəqələrə mənsub insanları bir-bir nəzərdən keçirir. Bunu doğru kimi götürməzdim. Bütün təbəqələri nəzərdən keçirir. Heç bir halda doğru götürülə bilməz. Ona görə səhv D variantı olar. Şair insanların eyiblərini deməkdən çəkinmiş, üstü-örtülü verməyə çalışmışdır. Xeyr, açıq-aşkar deyir. Açıq-aşkar deyir. Deyir ki, mən cahan mülkündə mütləq doğru halət görmədim, hər nə gördüm, əyri gördüm, özgə babət görmədim. Bu formada insanların qüsurlarını tək-tək deyir. Amma bütün insanların qüsurlarını, bütün təbəqələrin qüsurlarını deyir, deyə bilmərik. Ona görə o cavab çıxmır onda axı. Müəllif zəmanəsində mövcud olan bütün təbəqələrə mənsub insanları orada bir çox qrupu nəzərdən keçirir. Dostları, nə bilim, yəqin bunu götürüblər. Yəqin bunu götürüblər. Bunu da dediyim kimi orada böyük bir qismiyə nəzərdən keçirir. Burada sadəcə mübaliğəli şəkildə yazıblar. Burada bütün sözü olmasa elə bilirəm ki, daha uyğun olar. Müəllif zəmanəsində mövcud olan təbəqələrə mənsub insanları bir-bir nəzərdən keçirir. Bu daha düzgün olardı fikir olaraq. Yəqin ki, D variantı götürülür. Çünki o birlərin heç biri uyğun deyil. 14-cü sualda Pəri şeirinin təhlilinə aid yanlışlığı müəyyən eləyin. Bədii formasına baxırıq, bir də ki, məzmununa baxırıq. Şeir rədiflə adlandırılıbdır. Bəli, rədiflə adlandırılıbdır. Möhrbənddə şair təxəllüsünü işlədibdir. Möhrbənd nədir? Möhrbənd sonuncu bənddir. Orada da müəllif təxəllüsünü işlədib, hətta işlədibdir sonda. Sonda işlədibdir sonuncu bənddə. Bu yetdi. İdeyası həqiqi gözəlliyin nə olduğunu çatdırmaqdır. Pəri qoşmasında həqiqi gözəlliyin nə olduğunu çatdırmaq. Doğrudur, fikir olaraq doğru fikirdir. Həqiqətən də həqiqi gözəlliyin nə olduğunu çatdırmağa çalışır müəllif, amma bu yanlış götürüləcək. Niyə götürüləcək? Çünki bu formanın altında verilibdir. Bu məzmunla bağlı fikirdir. Ona görə 3-ü götürürəm. Sağ tərəfdən məzmunla bağlı Pərini sonaya bənzədən şair onun yaşılbaş sonalardan ayrı düşdüyünü deyir. Belə deyir ki, sən ha bir sonasan, cüda düşmüsən. Bir bölük yaşılbaş sonadan Pəri doğrudur. Pəri günəş kimi səhərlər çıxanda şairin ağlını başından alır. Deyir ki, günəş kimi hər çıxanda səhərdən alırsan Vaqifin ağlını səhərdən. Bu da doğrudur. 15-ci sualda hayf ki yoxdurdan Pərini müqayisə edibdir.
Və nə axtarırıq? Doğru fikir. Hayf ki yoxdur, ictimai mövzudur. Bəli, hayf ki yoxdur, ictimai mövzudur. Biri doğru kimi götürürük. 2. Yazılması ilə bağlı rəvayət mövzudur. Ortaqdır bu. Pəri ilə bağlı rəvayət yoxdur. Səhv. Lirik qəhrəman sevdiyini Xublar şahı adlandırır. Lirik qəhrəman sevdiyini Xublar şahı adlandırır. Xublar şahı deyir ki, Xublar şahı, Xublar şahı. Buradaydım, o qoy xatırlayım şeir əzbər. Bu dedin nə dedi şeirində olmalı. Dedin nə dedi? Zakirin əhvalın Xublar şahına ağlaya ağlaya dedin nə dedi? Hə, o başqa şeirdədir. Ona görə bu da səhv olar. İctimai mövzudur. Cavab olmalıdır A variantı. 16-cı sualda müəllim şagirdlərə tapşırır ki, hayf yoxdur və pəri qoşmalarını oxuyub şeirlər üçün ortaq olan cəhətləri müəyyən etdilər. Hansı fikirləri seçən şagird tapşırıq düzgün yerinə yetirmiş olar? Yəni deyir ki, hayf yoxdur nam pəri üçün ortaq fikirləri müəyyən eləyin. Eləyək. Şeir rədiflə adlandırılmışdır. Bəli, hər ikisinə aiddir. Tüm misralarda 11 heca var. Hayf ki yoxdurun birinci misrası 12 hecadır. Şeir gözəlləmədir. Hayf ki yoxdur tənqiddir məzmundadır. Gözəlləmə deyil. Son bənddə şair adını çəksə də özünə müraciət etmir. Bəli, hər ikisində sonuncusunda müəllif öz adını çəkir. Doğrudur. 1-4 cavab olmalıdır. C variantı. Pəri qoşması ilə bağlı hansı suala bəli cavab versə yanlışlıq olar. Yəni səhv fikri istəyir. Səhv fikri istəyir. Deməli, şair real gözəlin təsvirini elə verib, bəli. Şeir vahidi bənddir, bəli. Lirik qəhrəman gözəli ellər yaraşığı adlandırır, bəli. Şair özünü ovçuya gözəli marala bənzədir, bəli. Bir ovçusu olmuşam, sən tək maralın, doğrudur. Şair pərinin ənliyə kirşana ehtiyacı olduğunu düşünür, xeyr, deyir ki, ənliyi kirşanı neylər camalın, sən elə gözəlsən binadan pəri. Cavab variantı. 18 sayf yoxdur. Şeiri barədə verilən hansı fikirlər şeirin ictimai mövzulu olduğunu sübut edir. Yəni, onun ictimai məzmunda olduğunu sübut etməliyik, eləyək. Deməli, 1. Şair belə gözəl məkanın obasının olmağını təəssüflənir. Bəli, ictimai məzmuna sübutdur bu. 2. Kür qırağındakı gözəllərin tayı bərabəri olmadığını deyir. Bu ictimai məzmun daşımır. Kənd gözəllərinin geyim keçimlərindəki kasadlıq, bəli, bu kasıblıqdan xəbər verirdi. 3. Xalqın halını görən şairin kədəri əks etdirilir. Bəli, bu da olar. 4. 1-3-4 cavab olmalıdır. Variant 19. Üz yanında tökülübdür tel nazi. Sinə meydan, zülf pərişan, bel nazi və s. Nümunənin təhlilinə aid deyil, yəni səhv fikri axtarırıq. Şeirin orta bəndlərindən biridir. Bəli, qafiyə quruluşuna əsasən deyə bilərik. Anafora yoxdur. Əvvəldə təkrar, anafora misranın əvvəlində təkrar olmalı sözdür. Bəli, yoxdur, doğrudur. Pərinin camal və kamal gözəlliyi əksini tapıbdır, səhvdir. Xarici görkəm, yəni camal gözəlliyi var, bu bənddə görünür. Amma kamal gözəlliyi burada hardadır? Yox, kamal gözəlliyi yoxdur, səhvdir. Cavab C variantı olmalıdır. 20-ci sualda Vaqifin yaradıcılığı haqqında hansı fikir yanlışdır? Deyir ki, şair yalnız lirik növdə yazıb yaratmışdır, doğrudur. Həm əruz, həm də heca vəznində yazıb, bəli, qəzəli də var, müxəmməsi də var, həmçinin də qoşması da var, doğrudur. Daha çox qoşma və gəraylıları ilə tanınmışdır. Daha çox qoşma və gəraylıları ilə tanınmışdır. Vaqif gəraylı yazmayıbdır. Vaqif gəraylı yazmayıbdır. Aşıq yaradıcılığı deyən kimi, yəni heca vəzni deyən kimi adamın ağlına qoşma və gəraylı gəlsə də Vaqif yaradıcılığında gəraylı yoxdur. Ona görə cavabımız C variantı olmalıdır. 21-ci sualda hansı fikir Vaqif yaradıcılığına aid edilə bilər, bilməz. Yəni yanlış fikri axtaraq. Deməli, A variantı müxtəlif vəzinlərə yazsa da sabit ədəbi növdən istifadə edib. Bəli, hecada yazıb, əruzda yazıb, yalnız lirik növdən yazıbdır, doğrudur. Təsvir və təhkiyəyə əsaslanan əsər müəllifi deyil, bəli, yəni epik növdə yazmayıb deməkdir, bu doğrudur. Heca vəznində yazsa da gəraylı yazmayıb, bəli, gəraylısı yoxdur. Görmədim, bax, qəzəllər əruz vəznində yazılıbdır, səhvdir, çünki görmədim qəzəl deyil, müxəmməsdir. 22-ci sualda pəri ilə hayf ki yoxdur şeirləri müqayisə eləyirik və bizdən fikir verirsə yanlışlığı istəyir. 1. Heca vəznində yazılıb, reallıq təsvir olunub, heca vəznində yazılıb, reallıq təsvir olunubdur. Pəri üçün doğrudur bu, pəri üçün. Heca vəznində yazılıbdır, reallıq təsvir olunubdur. Amma hayf ki yoxdur üçün də bu doğrudur. Bu ortaq olmalıdır. Bir götürərəm mən. Sonra 2. Lirik qəhrəman sevdiyini yüksək qiymətləndirir. Lirik qəhrəman sevdiyini yüksək qiymətləndirir. Doğru. Doğru, niyə də yox? Doğrudur, bu yerindədir. 3. Əsər rədifinə əsasən adlandırılıbdır. Bu ortaqdır, yerində deyil. İctimai lirika nümunəsidir. Bəli. Təbiət motivləri də yer alır. Bəli, doğrudur. Yerindədir. Hər ikisi qoşmanın məzmunca eyni növünə aiddir. Biri gözəlləmədir, yəni məhəbbət mövzusundadır. Biri tənqid mövzusundadır. Təbii ki, məzmunca eyni deyillər.
5 ilə götürürəm. 6 sonda müəllifin təxəllüsü işlənib, lakin özünə müraciət etməyib. Bu da ortaqdır. 1, 3, 5 cavab olmalıdır. D variantı. 23-cü sualda hayf yoxdur qoşmasına aid olan fikri müəyyən edin. Qoşma təbiət motivlidir, ictimai motivlərə də yer verilibdir. Qoşma ictimai motivlidir. Təbiət motivlərinə də yer verilir. Bu doğru olar. Ona görə A variantı səhvdir. B variantı şeirdə müəllifin təzadlı düşüncələri, sevinç, fərəh hissi əks olunubdur. Sevinç, fərəh hissi əks olunmayıbdır. Çünki təəssüf edir müəllif. Ona görə A da səhvdir, B də səhvdir. C. Müəllif gözəllərin zövqlə geyinməsi geyimlərin tamlığını əks etdirib. Xeyr. Geyimləri yarımçıq edir ki, altından cunası hayf ki yoxdur. Geyimlərdə o qədər də zövqlü olmadığını deyir. Əsərdəki gözəllərin təsvirində reallıq, fəlsəfi təsvirlər aparıcıdır. Fəlsəfi təsvirlər qətiyyən aparıcı deyil. Ona görə D variantı səhvdir. Şeirin müxtəlif bəndlərində müəllifin təzadlı təsvirləri yer alıb. Bəli, demək olar ki, bütün bəndlər. Bir o var, amma bu yoxdur. Təzadlı təsviri yer alıbdı. Ona görə cavab olmalıdır E variantı. 24-cü sualda Pəri qoşmasına əsasən nə axtarırıq? Aid olan doğru fikri axtarırıq. Axtaraq, deyir ki, qoşmanın formaca növü olan gözəlləmə aiddir. Gözəlləmə məzmunca növdür. Deyir ki, qəhrəman sevdiyini günəşə bənzədir, onu özünə duaçı hesab edir. Xeyr, özünü ona duaçı hesab edir, səhvdir. Pərinin gözəlliyin elə anadan olandan olması əks olunub. Bəli, deyir ki, sən elə gözəlsən binadan Pəri, yəni binadan əvvəldən deməkdir, doğrudur. 25-ci sualda Pəri qoşmasının məzmununa aid olan fikirləri seçin. Seçək. Heca vəzində yazılan şeirdə rədifdən istifadə olunub. Bu doğru olsa belə bu məzmunla bağlı deyil. Bu forma ilə bağlı fikir olduğu üçün avtomatik silirəm. İkincisi, deyir ki, əsərdə kamil gözəllik üçün Pəriyə lazım kənar vasitələr müəllif tərəfindən tövsiyə edilir. Xeyr, kənar vasitələr lazım deyil, deyir. Ənliyi Kirşanın neylər camalın. Aşiqin ah naləsi eşqində sabit qədəm olması qarşı tərəfin duyğulandıran məqam kimi təsvir olunub. Təbii ki, ümumiyyətlə belə bir məqam qətiyyən yoxdur əsərdə. Pəri sözü söhbəti şirin kimi təsvir olunur. Bəli, ixtilatın şirin, sözün məzəli, doğrudur. Pərinin təbii gözəl olması əks olunubdur. Bəli, deyir ki, ənliyi Kirşanın neylər camalın. Doğrudur. Cavab olmalıdır 4, 5, yəni C variantı. 26-cı sualda hayf yoxdur əsərinin formasına aid olan fikri müəyyən edin. Baxın formasına, məzmunla bağlı fikirlərə baxmırsınız. Deməli, A variantı ictimai məzmunda yazılıbdır. Bu məzmunla bağlı. Bizə forma lazımdır. Kür qırağının gözəlliklər təsvir olunub. Bu da məzmundur. Dördlük şəklində yazılıb. Cinas qafiyədən istifadə olunub. Cinas yoxdur. Səhvdir. Tədrisdən heca sayı qafiyəsinə görə fərqlənir. Xeyr, səhvdir. Tədrisdən cinas qafiyənin olmasına görə fərqlənir. Səhvdir. Şeir vahidi bənddir. Rədifə əsasən adlandırılır. Bəli, cavab E variantı. 27-ci sualda bax, şeirindən verilən nümunəyə əsasən uyğunsuzluğu müəyyən edin. Üz çevir Ağa Məhəmməd xandan, ey kəmtər gəda, ta həyatın var ikən nə şaha, nə xunxarə bax. Doğrudur, yanlışdır və uyğunsuzluq. Yəni doğruda yanlış, yanlışda isə doğru fikirlər axtarırıq. Hökmdara müraciət edilən beytdə ondan ibrət almağa çağırış var. Hökmdara müraciət edilən beyt yoxdur axı burada. Ağa Məhəmməd Şah Qacarın adı çəkilir, amma ki, ey kəmtər gəda deyərək kəmtər gədaya müraciət olunur. Ona görə bir səhvdir. 2. Qəzəlin məqtə beytidir, məqtə son beytdir. Məqtə son beytdir. Bu son beytdirmi? Üz çevir Ağa Məhəmməd Şahından, ey kəmtər gəda, ta həyatın var ikən nə şaha, nə xunxarə bax. Səhv oxuyuruq. Fikir verirsə, qəzəlin məktəb beytidir, yox, beyti deyil yazılıb. Məktəb beyti sonuncu beyti. Sonuncu beytdə də müəllifin adı və ya təxəllüsü olur. Burada da yoxdur. Yəni bu sonuncu beyt deyil. Bu doğrudur, silirəm. Sağ tərəfdən yanlışın altından doğru axtarıq. Qəzəl janrındadır. Bəli, şeir vahidi beytdir. Bəli, doğrudur. Amma yanlışın altındadır deyə 3-ü götürürəm. 4. Hər iki misrada inversiyadan istifadə olunubdur. Üz çevir. Birincisində var. İkincisində ta həyatım var ikən nə şaha, nə xunxarə bax. Yox, yanlışdır. İkinci misrada yoxdur. Yanlışdır. Yanlışın altındadır. 4-ü götürmürəm. Cavab olur 1-3 A variantı. Pəri qoşmasına aid olan fikri müəyyən edin. Deməli, lirik qəhrəman öz eşqindən saralıb solub, yox, bu burada deyil. Pəri qoşmasında lirik qəhrəman eşqindən saralıb solub, belə bir detal yoxdur ümumiyyətlə. A variantı getdi. Əsərdə xarici gözəlliyin təsviri verilmir, əksinə verilir. Pərinin yalnız zahiri gözəlliyi müəllifi cəlb edib. Xeyr, orada belə bir bənd var ki, deyir ki, ixtilatın şeirin sözün məzəli. Yəni təkcə xarici gözəllik deyil. Ona görə C variantda getdi. Pəri müxtəlif obyektlərə bənzədilir, doğrudur. Marala bənzədilir, günəşə bənzədilir.
D variantı olmalıdır cavabımız. 29-cu sualdadır ki, Molla Pənah Vaqif əsərləri ilə bağlı hansı fikrin doğru olduğunu müəyyən eləyin, eləyək. A variantı pəri qoşmasında deyir ki, qəhrəmanın sevgisi ilə məşuqənin gözəlliyi qarşılaşdırılaraq təzad yaradılıbdır. Xeyr, qarşılaşdırılmayıbdır. O çoxdur, bu da çoxdur. Paraleldir yəni. Hayf ki yoxdur əsərində vahid bölgü prinsipi bütün bəndlərdə gözlənilmişdir. Xeyr, birinci bənddə gözlənilə bilməz, çünki orada 12 heca var. C variantı Pəri şeirində lirik qəhrəman sevdiyinin bənzərsiz gözəl olduğunu ifadə edərək ənliyə kirşana ehtiyacı olmadığını vurğulayır. Bu da səhvdir, çünki marala bənzədir, günəşə bənzədir. Yəni bənzərsiz demir. Ona görə C variantı səhvdir. D variantı hayf ki yoxdur şeirində müəllif Kür qırağında yaşayan əhalinin yoxsulluğundan ürək ağrısı ilə söz açır. Bəli, doğrudur bu. Bunu götürürəm. E variantı hayf ki yoxdur qoşmasında şair doğma və təbiəti kənd gözəllərinin geyimini ifadə etməklə kifayətlənmişdir. Xeyr, kifayətlənmir. Bu səhvdir bu. Ona görə E variantda getdi. Cavab D variantı. 30-cu sualda pəri qoşmasının məzmun və forması ilə bağlı verilmiş fikirlərdən neçəsi yanlışdır? Burada artıq saya baxır. Birincisində yazılıb ki, şeirdə misradaxil bölgüdə bütöv söz prinsipi pozulur. Bütöv söz prinsipi pozulur, doğrudur. Yox, üzr istəyirəm, doğru deyil. Bütöv söz prinsipi heç vaxt pozula bilməz. Bölgü prinsipi pozulur, doğrudur. Heca sayı pozulur, o da var. Məsələn, amma ki söz prinsipi, bütöv söz prinsipi pozulmayan prinsipdir. Ona görə bir səhvdir. 2. Lirik qəhrəman sevgi hisslərinin də təsvirinə yer verilmişdir, doğrudur. Pərinin gözəlliyini ifadə edən müəllif zülf pərişan, dil nazik, ağız nazik ifadələri ilə təşbeh formalaşdırıb. Xeyr, bu olsa təşbeh yox, metafor olar. Ona görə 3-ü götürürəm. 4. Əsərdə müəllifin hər getənə gözəl demədiyi vurğulanır. Xeyr, bu əsərə aid deyil. Həmin fikir ümumi yaradıcılığa aiddir. Ona görə 4-ü götürürəm. Pərinin gözəlliyinin ifadə olunduğu əsərdə müxtəlif təsvir obyektləri ilə müqayisə olunur. Pəri, bəli, doğrudur. Pərinin günəşlə olan müqayisəsində metafor işlənə bilir. Xeyr, təşbeh işlənə bilir. Günəş kimi hər çıxanda səhərdən pərini günəşə bənzədir. Bu da təşbehdir. 1, 2, 3, 4. 4 dənə fikir yanlışdır. Cavabımız olmalıdır A variantı. Bu qədər hələlik. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Dərslərimiz haqqında məlumat almaq üçün isə 055 889 44 59 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun.